Gül plantasiyalarında iş səhərin erkən saatlarından başlayır. Qızılgül ləçəklərinin şehli halda yığılması əsas texniki tələblərdən biri olduğundan işçilər artıq saat 6-da sahədə olurlar. İl ərzində burada 60-70 nəfər daimi işlə təmin olunur. Yığım mövsümündə isə gül ləçəklərinin toplanmasına 1700-1800 nəfər cəlb edilir. Firəngiz Abdullayeva da uzun illərdir ki, qızılgül yığımından əldə etdiyi gəlirlə ailə büdcəsinə töhfə verir. Biz tez gəlirik 5-də, 6-da. Ona görə ki, gül yığmağın vaxtı var. Şehli yığanda yaxşı olur, yağ keyfiyyətli olur. Ondan sonra məhsul yaxşı olur, yaxşı keyfiyyətli, mütəmadi olaraq qəşəng olur da ümumiyyətlə. 25 kilo, 30, 40, 70 kilo yığan günlərimiz olur. Hələlik havanın təsirinə görə belə biraz gec açılır, ona görə. Hələ təzə başlayır gül. Plantasiyada çəkilən zəhmət hədər getmir. Daha çox gül yığan, daha çox gəlir əldə edir. Bu zavod açılandan 30 nəfər işçi qüvvəsi ilə burada işləyirik. Çox razıyıq, gəlir yerimizdir. Məhsul boldur, havalar soyuq keçdiyinə görə. Biraz gecikib yığım. İnşallah məhsulu necə lazımdır təhvil verərik. Sahədə Zaqatalanın bütün kənd və qəsəbələrindən sakinlər çalışır. Ucqar Lahıc kənd briqadası bugünlük işlərini tamamlamaq üzrədir. Artıq yığılan güllər təhvil verilir, hər kəs qəbzini alır. 50-55 nəfərlə burada gül yığırıq. Bu 50-55 nəfər insanın gəliri deməkdir. Səhər saat 6-da sahəyə giririk. 2-3 saat sonra sahəni təhvil veririk. Ən az yığan bizdə 20, ən çox yığan 30, 40, hətta 50 kilo yığanlar var, yəni işçilərimiz arasında. Toplanan qızıl güllər şehi qurumadan elə sahədəcə qəbul edilir və emal sahəsinə çatdırılır. Müəssisənin aqronomu Cahangir Bayramov bildirir ki, 10 il əvvəl salınan plantasiyalar damlama üsulu ilə suvarılır. Burada kimyəvi gübrə və dərmanlardan istifadə edilmir. Zərərvericilərə və alaq otlarına qarşı mübarizə təbii üsullarla aparılır. Bu isə məhsulun keyfiyyətli və tərabətli qalmasına zəmin yaradır. Qızılgül sahəmiz 178 hektarı əhatə edir. Demək olar ki, gün ərzində bura artıq yığımın dövrünə asılı olaraq 1400 ilə 1800 arası rayonumuzun müxtəlif kəndlərindən işçi qüvvəsi cəlb olunur. Yığım mövsümümüz 9-10 radyalarına kimi bitirilməyə çalışılır. Bu il üzərindən 700 ton civarı planlama aparılıb ki, sahəmizdə həmən ərazilərdən 100-700 ton və üzəri məhsul əldə edək. Müəssisənin istehsalat sahəsində yalnız qızılgül deyil, lavanda, nanə, kəkliotu, razmarin, raziyana, çoban yastığı və digər bitkilərdən efir yağları almaq üçün müxtəlif ölçülü distillə qazanları quraşdırılıb. Qəbul edildiyimiz günlər həmin qazanlara yığılır, istehsal olunur və onun alınmış sularından, hidralatından, yəni qızılgül yağı istehsal edirik. Bugünə qədər 55 kilo qızılgül yağı istehsal edilmişdir. Təbriz Allahverdiyevin sözlərinə görə dünyada illik qızılgül efir yağı istehsalı təxminən 4000-5000 kiloqram təşkil edir. Hazırda bunun 200 kiloqramı Zaqatalada istehsal olunur. Müəssisə yaxın illərdə istehsal həcmini 330-350 kiloqrama çatdırmağı hədəfləyir. Beynəlxalq sertifikatlara malik məhsullar Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa və digər ölkələrə ixrac edilir.